Canavar qoyun qalır, biz iç dünyanı tərk edən, biz oynayan oyun qalır. Teşekkür. Başlangıç için çok meraklı bir şiiriydi. Nərgiz xanım, mən madam ki, bu günlərim Axundovun adını çəkdim və göstərdim ki, onun 200 illiyini təntənə ilə qeyd edirik. Şəkidə möhtəşəm tədbirlər çekilir. Respublikamızda hər yanda bu tədbirlər silsilə tədbirlər davam edir. Elə mən Axundova ithaf elədiyim bir şeylə başlamaq istəyərdim. Buyurun. Əlləri ulduz uydu, gözləri ulduz uydu, ürəyi ulduz uydu. Gəlmişdi ulduzlar arasından, 100 ilin, 1000 ilin arxasından. İstədi boy verə bu yer üzündə, gördü ki adamlar dərdin, kədərin, qəmin qucağında, uyumağında, gözlərində yağış çiçəyi, ürəyinin dili ilə yaladı çiçəkləri, dərd qutarmadı, kədər qutarmadı, qəm qutarmadı. Çəkilib içinə dərdi, kədəri, qəmi ələklədi, üyütdü dəyirman kimi, gözlərində 6 qönçə gülüş çiçəklədi, gülüşü dərman kimi. Gülüşü gözlərində əridi, getdi, dərdi, kədəri, qəmi yay kimi əyirdi, getdi. Gücümüz çatmadı qəmi haqlayaq, əlimiz çatmadı tutaq, saxlayaq. Gəlmişdi ulduzlar arasından, 100 ilin, 1000 ilin arxasından. Getdi ulduzlar sırasına da, yerdə zülmət başlar içində o ən parlaq ulduz uydu. İndi ulduzlar sırasındakı dan ulduzudur. Bizim görkəmli yazarımız Mirzə Fətəli Axundova həsr olunan bir şeylə başladıq. Ümumiyyətlə, biz bilirik ki, bu şairlərdir, musiqiçilərdir, ifaçılardır. Bunlar əslində seçilmiş insanlardır, değil mi Bariz müəllim? Yəni, Allah vergisi var bu insanlarda. Seçilmiş insanların təyinatı var, yəni ki, bir ilahi təyinatı var. Bunu siz söyləmişsiniz. Əgər seçilmişdirsə, insan deməli mütləq artıq onun təyinatı var. Şairlərin təyinatı nədir? Çox maraqlıdır. Yəni, şairlər də seçilmişlər arasındadır. Bəli. Yəni, şairlər seçilib bu yer üzünə gəlirsə, ilahi təyinat var. Əslində, bizə çox şey Tanrı tərəfindən verilir. Bu yer, bu göy, bu, belə deyək ki, dost, ata, ana. Amma bizim özümüzün qazancığımız bizə verilmiş ömür çərçivəsində. O bizə veriləcək o taleyi biz yaratmalıyıq. Şair o taleyi yarada biləndir. Yəni, hazır verilmişləri olduğu kimi qoya bilən yox ortaya. O ömür daxilindəki, o ömür 5 gündə ola bilər, 50 ildə ola bilər, 80 ildə ola bilər. Bu ömür daxilində şair özünü yaratmalıdır. Bu kainata baxışlar sistemi, özünə qədər olan bütün fikir sistemini öyrənməlidir. Həm o fikir sisteminin içərisindən keçməlidir, həm də özünün fikir sistemindən o fikirləri keçirib oxucuya təqdim etdirməyi bacarmalıdır. Burada yaranır. Yaradıcılıq, belə deyək, inkişaf buradan başlayır. Başqa şeylər, belə deyək ki, belə ötəri toxunmalar şeiriyyətə aidiyyəti olmayan şeylərdir. Onlar şeirdən çox aşağı bir şeydir. Mən sizə bir şey deyim ki, Quran ayəsində şairlər haqqında deyilir ki, Məhəmməd Peyğəmbərə deyildi ki, biz onu şair olaraq yaratmadıq. Həmin fikrə Füzuli özünün dibakəsində belə bir interpretasiya verir ki, o şeirdən yuxarıda yaranmış bir varlıq idi. Çünki onun şeiriyyətə ehtiyacı yox idi. Amma təbii ki, ondan sonra gələn insanların şeiriyyətə və bu dərk etmə vasitəsinə ehtiyacı var. Biz dünyanın müxtəlif vasitələrlə dərk edirik. Elmi cəhətdən dərk edirik, fəlsəfi cəhətdən dərk edirik, dini cəhətdən dərk edirik, musiqi baxımından dərk edirik, siyasi baxımdan dərk edirik, amma həm də poetik baxımdan dərk edirik. Mənlə deyək ki, dünyanın poetik baxımdan dərk edilməsinin içərisində bayaq sadaladıqlarımızın hamısı var. Fəlsəfə də var, elm də var. Əsl poeziya burada başlayır, böyük poeziya burada başlayır. Yəni biz Nizaminin əsərlərinin içərisinə başvuranda sistemli şəkildə. Orada fizikaçı özünə fizik nə məlumat varsa onu götürə bilir, kimyaki nə məlumat varsa özünə ona götürə bilir. Yəni, müasir dünyada qrafikasiya dünyası nələr baş verirsə, o poeziyanın içərisindən onu götürmüş olur. Və bu o deməkdir ki, o şair taleyini yaşayıb, ilahinin verdiyi ömür daxilində o poeziya onu sıxışdırmağı bacarır. Yəni, böyük poeziya o əslində. Nərgiz xanım, çox yaxşı sualdır. Rəhmətli dilçi alim Aydın Məmmədov deyirdi ki, xalq həmişə istəyir ki, onun qəhrəmanı gözünün qarşısında olsun. Fərqi yoxdur, dəxli yoxdur. İstər xitabətdə, istər dar ağacında. Və bu günlərim xalqımız da özünün deyək ki, böyük hesab elədiyi, ona sığındığı, üz tutduğu oğlundan, şairindən, yazıcısından, ziyalısından həmişə umur. Nəysə umur. Ona görə də mənə elə gəlir ki, bu günlərim şairin də, yazarın da, ziyalının da vəzifəsi o xalqın umduğunu, istədiyini
onunla birlikdə onu özünə qaytarmaqdır. Bugünə qədər çox vermişik də bu sualları, biz şairlərimiz olub, qonaqlar, yazarlarımız olub. Bax, kimdir əsl şair, hansıdır əsl şeir, nədir əsl şeir? Müxtəlif fikirlər olub bununla bağlı, bu sualla bağlı. Sizin fikirləriniz də bizim üçün maraqlıdır. Məsələn, bilirsiniz, əsl poeziya nədir? Əsl poeziya deyəndə sən gözəlsən, sən yaxşısan, səndən yoxdur. Bu poeziya olmur. Poeziya o olur ki, onları göstərməyi bacarırsan. Məsələn, nə ilə çəkilib göz üstündə qaş? Hissimi yazmaqda acizdir qələm. Anlat bu sevdanı, gəl yavaş-yavaş. Mən belə sevgiyə hazır deyiləm. Çox söz oylağında at oynatmışam. Ömrümdə ilk dəfə dilim tutulub, tilsimə düşmüşəm, yoxsa yatmışam. Qəfildən ayağım, belim tutulub. Bu fani dünyanı tərk edənə dək, qapımı minlərlə tənə döyəcək, dərdsizlər dərdimi dərk edənə dək, deyəsən mənim ki, mənə deyəcək. Bu oddan deyildir yandığım odlar, başlar özü deyir qaşıma gəlib. Məni qınamasın doğmalar, yadlar ağlıma gəlməyən başıma gəlib. Sirrinə, sehrinə yetmədi əlim, ahım fələklərin bağrını dəldi. Nə mən bu sevdanı tərk edə bildim, nə ağlım qaydı, başıma gəldi. Bu yaşda könlümə sevda elədin, eşq məni qoynuna götürüb gedir. Yaxşı ki, sən məni dəli elədin, yoxsa nə bilirdim, xoşbəxtlik nədir? Poeziya budur mənim aləmdə ki. Poeziyanın tərifini bu cür verdim, Bariz mənim. Nərgiz xanım, mənə elə gəlir ki, əsl şeir nədir sualına cavab verəndə belə deyərdim. Əgər şair təbiətin gözəlliyindən yazırsa, yazın gəlişindən yazırsa, onun misralarında biz o yazın gəlişini görməliyik, suların pıçıltısını eşitməliyik, o günün bülbülü çağırdığını, bülbülün gülə öz eşqini izhar elədiyi anları görməliyik, duymalıyıq. Əsl poeziya odur və ürəkdən gələndir. Mənə elə gəlir ki, biz deyirik ki, bu sərbəst şeirdir, bu heca vəznindədir. Əslində biz Dədə Qorqud dastanına üz tutsaq, bizim şeirimizin kökü elə sərbəstdən gəlir, oradan qaynaqlanır. Yəni bu sərbəst şeir bizim ədəbiyyatımızın doğma bir şeirdir, doğma bir nədir. İndi mən Mübariz müəllimin fikrini davam elətdirərək belə bir şeir demək istəyirəm. Uf demərəm. Bir sevgi yolunda döyələr məni, bayatı dili ilə söyələr məni, sonra da qayıdıb öyələr məni. Uf demərəm. Nadanın başına düşən daş olam, gözlərindən axan soyuq yaş olam, heç olmasa qəzəbinə tuş olam. Uf demərəm. Adım öpülməmiş dodaqda qalsa, suyum içilməmiş bulaqda qalsa, izim bu gəzdiyim torpaqda qalsa, dərimə bir çuval saman təpələr. Uf demərəm. Mən ki tay deyiləm hər yol ötənə, oğulluq borcumu versəm vətənə, məni diri-diri bükün kəfənə. Uf demərəm. Uf demərəm. Bax belə. Biz əslində nə deyirsən, poeziyanın poetik belə deyək ki, təsirin adını verdik, təsvirini verdik. Amma poeziyanın müxtəlif baxımlarından biz eləyə bilərik. Amma elmi cəhətdən buna tərif də vermək olar, fəlsəfi baxımdan bunu aşmaq da olar. Amma mən həmişə poeziya o mənada üstünlük verirəm ki, vaxtilə siz bilirsiniz, Troya müharibəsi bir qadının üzərində gedib, Yelenanın üzərində gedib. 30 il yarım Allahlar, insanlar bir-birini qırıblar. Homer heç vaxt o qadını bir yerdə təsvir eləmir. Ancaq sonda 90 yaşlı kişilər həsarın arxasında əyləşmişdilər. Yelenanı gətirib keçirirlər. Deyir, 30 il müharibə eləməyə dəyərdi bu gözələ görə. Bax, poeziya budur. Poeziya onu təsvir eləmir, onun təsvirini oxucunun ixtiyarına buraxır. Onun böyüklüyünü, o miqyasda gedən 30 illik müharibənin hansı səbəbdən törəməsi artıq oxucunun içərisində baş verəcək o prosesləri hazırlamaqdan ibarətdir. Biz hər şeyi desək, oxucunu heç nə hazırlaya bilməyəcək. Biz o şeyləri deməliyik ki, oxucu öz daxilində axtarsın, artıq olar tapsın. Hər şeyi biz desək ki, bu qaşdan olmaz, bu gözdən olmaz. Əslində hər bir oxucu özünü tapmalıdır. Tapmalıdır, orada tapmalıdır. Və Füzulidə də yer var. Kim nə miqdar olsa, əhli neylər o miqdardır. Yəni kimin səviyyəsi nə dərəcəsə o dərəcədə söz deyir. Bunun əksi olaraq mən deyirəm ki, kimin miqdarı nə dərəcəsə deyilən sözdən o dərəcədə mahiyyət götürəcək. Sözün olsa biz hamısının, belə deyilən sözün hamısı oxucuya çatmır. Kimin səviyyəsi nə dərəcəsə, o sahəyə nə qədər bələddirsə o dərəcədə götürə bilir. Peşəkar daha çox götürür, aşağı biraz. Buna görə Füzuli bunda da çıxış yolu qoyub. Deyir, mən
şeiri ona görə forma cəhətdən gözəl yazıram ki, cahillərin gözünü ovlaya bilim. Onun məzmun cəhətdən ona görə dolğunlaşıram ki, ariflərə nəsə verməyi bacarım. Yəni burada o tayı da yandırmaq olmaz, bu tayı da yandırmaq olmaz. Ortaq, o qızıl ortanı götürməklə tapmaq lazım. Belə poeziyanın vətəni haradır? Necə düşünürsən? Bu kənddə yoxsa şəhərdir? Mənə elə gəlir ki, kəndi, şəhəri biz bir-birindən ayırmayaq. Elə şəhər kənddən öz başlanğıcını götürüb, amma o sevgi deyilən şey, məhəbbət deyilən şey insanın ürəyindən, qəlbindən, daxilindən mənə gəlir ki, öz başlanğıcını götürüb. Əslində çünki deyirlər, kənddə elə bir şərait yəni də gözəldir, təbiət falan qoynunda, yəni ilham pərisi gəlir, yazmaq daha asandır, nəinki şəhərdə, asfalt, belə hərəkətlilik, dinamika. Bax, siz gəlmişsiniz, Bakıdasınız, paytaxtda yaşayırsınız, gedəndə Şəkiyə o ilham pərisi gəlirmi sizə, yoxsa tam fərqli hissedirsiniz? Bir şey deyim, bilirsiniz, bizim ilkin beşiyimiz elə mən kənddən doğulduğumdan, mənim mayamda o kənd, belə deyək ki, mənzərələri yaddaşıma olub. Yəni sonra qazandıqlarım hamısını bünövrəsində onlar durur. Mən hərdən bu şəhərli dostlarımla oturanda deyirəm ki, mən sizdən həmişə bir kənd mədəniyyəti qədər qabaqdayım. Deyirlər, bu nə olan şeydir? Deyirəm, gəlmişəm, bu şəhər mədəniyyətini öyrənmişəm, amma siz o kənd mədəniyyətinin nə olmasını bilməyəcəksiniz. Ona görə bu mədəniyyət səviyyəsində mən sizdən qabaqdayım. Bunu indi zarafatla deyirəm, amma bunda bir həqiqət də var ki, orada ilkinlik var, orada bakirəlik var. Orada bilirsiniz hər şey təbiidir. Saflıq var. Orada adam alda, məsələn, mən inanmıram ki, uca dağlar başında yaşayan adam, o belə deyək ki, yaşayan kimisə aldatmaq həvəsində olsun. Bu şəhərdə olan o eybəcərliklərdən onun xəbəri ola bilsin. Bu bizim başımızı qatan, bizim özümüzdən çıxardan o işlərdən kənar olsun. Və bu şəhərlə kəndin belə deyək ki, Viktor Hugo'nun əsərində bir yeri var ki, şəhər həyatı, kənddən gələn adamları, o birlur adamları biraz da birlurlaşdırır. O mahiyyətində biraz xarablıq olan adamları biraz da xarablaşdırır. Yəni budur, bu şəhərlə kəndin ortasına qoysaq. Bu Sovet dövründə belə bir şey var idi ki, kənddən daha çox yazan şairlərə deyirlər ki, bilet al, get orada otur yazsın. Yəni bu dəqiqə, bu o mövzular sayılmaz. Amma mahiyyətinizdə birdir bu şeylər. Nərgiz xanım, mən sizin bu sualıza belə bir şeirlə cavab verərdim. Kəndimizə gəlmişəm. Qızlar bulaq üstə çıxdı qarşıma. Gizlicə gözücü baxan da oldu. Utanıb, qızarıb, yeriyib, amma titrəyən əlimi sıxan da oldu. Evlərdə söz söhbət uzanıb biraz. Qocalar, körpələr tez yatıbdılar. Ərgən qızlar vaxta qazanıb biraz. Darağa, güzgüyə əl atıbdılar. Birazca sınıxıb, ahıl yaşında, biraz da iştahdan kəsilib anam. Söylədi üzmə süfrə başında, oğul, gəlişinlə iştahlanmışam. Kəndimizə gəlmişəm, bu daşlı yollarda bərkiyib dizim. Bir ümman arzumun növrağı artıb, odlu baxışlarda qızındı üzüm. Elə bil günəşin işığı artıb. Kəndimizdə qalan uşaqlığım son gecələr düşür yadıma. Deyirsiniz sizə, Müramiz mənim. Ümumiyyətlə, bir çox yazarlar unuda bilmirlər o illəri. Bu, ümumiyyətlə, o uşaqlıq xüsusiyyəti ilə mi bağlıdırmı, yoxsa insanın bəlkə ən xoşbəxt illəri həmin o illərə təsadüf edir? Bu səbəbdəndir ki, unudulmur həmin o illər. Nərgiz xanım, mən sizə bir şey etiraf edeyim. Böyük şəhərlərdə elə biləm adamların dərdi sərmi böyük olur, qayğıları mı böyük olur? Adamlar bir-birini belə salam, sağ ol. Qarşılaşanda başqa hal-əhval tutmaq yoxdur. Amma kəndə gedirsən, kənddə tanıdığın adamların hər birisi səndən hal-əhval tutur. Bəli. Səhər də, günorta da, axşam da hal-əhval tuturlar. O adamlar o qədər doğmadırlar. O qədər belə nətər deyərlər, mehriban, səmimi üzləri görürsən. Artıq içindəki dərdi səri də unudursan. Doğmaların içində, doğmaların yanında. Amma Bakıya mən gəlirəm. Bakı mənim nətər deyərlər, mənəvi dünyamın, həm də cismani dünyamın paytaxtıdır. Amma mən burada özümü qərib hesab edirəm. Baxıram ki, kimsə mənə salam vermir, kimsə mənə baxmır. Təbəssüm də o üzlər. Metroda belə, avtobusda belə, küçələrdə belə. Amma o bölgələrdə, o kənddə, inanın ki, sizə getsəz, o adamların bir-birinə olan diqqətini, qayğısını özünüz müşahidə edərsiniz. Mütləq gələcək bu sözlərdən sonra inşallah. Bir gözəl ifaya yer ayıraq, ardınca söhbətimiz davam etsin axar öncə. Dinləyək verir. Hoş
Açma sen perdeni, her perdede var yüz esrar. Ay aman ay, uşakken oynardık biz bir bahçede, esla yorgunluğum kalmadı yerde, dolaşıp yavaşıp çemenleri, hevesle tutardı tel çiçeğleri, doğanda seher çıkardı derden, hem sen hem de ben konuşurduk. Açan da güller göçerdi çöle, verip el ele kalbimin niye benden küstün yanıma geldin her beni görende, elvan çiçeğlerden desteler hürende, onu elinden alıp kaçardım, kuşlar uçardım konuşurdum. Bu ehvalata konuşma nedir, kuş hatıradır konuşurdum. Bizde yaşa dolduk öptüceğiyle, nefes var ağladık öptü tesirle, uşağın ağladık kaldın arkada, ala bir düşürdük salınan yada, doğanda seher çıkardı derden, hem sen hem de ben konuşurduk. Açan da güller göçerdi çöle, verip el ele konuşurduk. Kalbimin hamdani niye benden küsüp geçirdin, yanıma geldin her beni görende, elvan çiçeğlerden desteler hürende, onu elinden alıp kaçardım, kuşlar uçardım konuşurdum. Bu ehvalatlar konuşma nedir, kuş hatıradır konuşurdum. Onu elinden alıp kaçardım, kuşlar uçardım konuşurdum. Bu ehvalatlar konuşma nedir, kuş hatıradır konuşurdum. O sizi başa düşür. Sizin yaxşı tərəflərinizi görür. Ürəyinizdə olan hissləri bölüşür. Yuxuya getməyinizə qədər gözləyir. Samsung Galaxy S3 sənin üçün yaradılıb. How we gonna get there? İndi sizin sevimli qəhvəniz daha ətirli We're heading oldu. to the sunshine. Looking like a good day. Won't you come Yeni along? komşularımızı selamlayın. Bu sizin içindir. Bu da senin. Sağ ol dostum. Yeni, mükəmməl zövq-ətir qüvvəsini hiss edin. Jacobs Monarch qəhvəsi. Zövq-ətir qüvvəsi. Barmen, mənə və bu gözəlçəyə 2 dəniz öpüşü. Nəsimə deyir ki, onun heç bir şansı yoxdur. Hissiyatın? Hava proqnozu. M&M's. İstidə yox, ağızda əriyir. Deməli bu isti səndən gəlir. Zirol.
balaca görünə bilər. Amma dadına baxan kimi rəngarəng dad patlayışı təbəssümünü işə salır. Pozitiv əhval yaradır. Adi günü parlaq rənglərlə bəzəyir. Sən də canlanmağa, yeni dostlarla əylənməyə hazırsan. Dadına baxan kimi. Bəlkə Dirol saqqızdan daha artıq bir şeydir. Bəlkə bu hələ başlanğıcdır. Dirolu kəşf et. Pozitivi kəşf et. Hayat podyum, el eleyle geliriz. Hayat podyum. Amma belə günlərdə dərimdə qıcıqlanma olur. Olasısına üst katı yeni, unikal tekstur ile daha temiz. Kesinlikle yapışsın. Sevimlisidir deriniz. Hayat podyum, el eleyle gelirer. Hayat podyum, hayat podyum. Daha quru və etibarlı müdafiə, həm də rahat. Heyecan dolu, göz qamaşdıran ağappaq dünyaya daxil ol. Colgate Max White, şeffaf gel və millərlə ağardıcı kristal. Onların partlayıcı gücü sənə göz qamaşdırıcı ağappaq təbəssüm bəxş edəcək. Artıq sən də bembeyaz dişlərinlə fəxr edə bilərsən. Colgate Max White, 2 həftəyə daha beyaz dişlər. Colgate, dünya stomatologlarının bir nömrəli tövsiyəsi. Ülvi dərin dondurucuları. Qızmar yayın şaxtalı qışı. Ülvi buz, bumbuz. Qara paltarda dezodorantın ağızı yoxdur, ağ paltarda sarı ləkələr yoxdur, gözə görünməz müdafiə dezodorantı ilə Nivea Fumindən qara ilə qara qalır, ağ ilə ağ qalır. Sarı və ağ ləkələrdən güvənli müdafiə bir nömrəli gözə görünməz müdafiə dezodorantı ilə Nivea Fumindən. Şəhərin qaçaqovunda hər birimizin təbiət enerjisinə ehtiyacı var. Amma onu tapmaq elə asandır ki, yalnız tam yetişmiş taxıl və təbii ingrediyentlər Yubileynaya peçenyasının sevimli dadını yaradır. Yubileynaya sizə ahəng və təbiətin həyati gücünü bəxş edir. Təbiətdən ən yaxşısı. İshal ilk dəfədən kəsilməzsə, siz təkcə planlarınızı deyil, səhhətinizi də təhlükəyə atırsınız. İmodium qəbul edin. Çünki ishal zamanı zərərli maddələrin əksəriyyəti orqanizmdan ilk dəfədən çıxır. Sonradan isə faydalı maddələr də itirilir. İmodium ishalı ilk dəfədən dayandırır. İmodium səhhətinizi və planlarınızı qorumağa kömək edər. Come out of the house. Rain disappears with the rays of the sun. Yeni Kotex bezləri mavi mərkəzli fast absor sistemi sayəsində maye tez sopur və səth praktik olaraq quru qalır. Kotex tez obturur, əla qoruyur. Könül üçün sağlam olmaq və eyni zamanda gözəl görünmək çox vacibdir. Məhz buna görə o, mənə dişlərini sağlam yolla ağartmaq istədiyini dedikdə ona nə lazım olduğunu dəqiq bilirdim. İnqilabi Stanus kompleksli Blendamet Pro Expert ağardıcı diş məcununu təqdim edirik. O, diş ərpini ehmalca təmizləyərək stomatoloqların ən çox yoxladıqları sahələri qoruyur və sizə hər kəsi valeh edəcək təbii bəyaz təbəssüm bəxş edir. Parlaq təbəssümünüzlə həyat izinizə həmişə açıqdır. Azərbaycan Stomatoloji Assosiasiyasının tövsiyəsi. Siz bilirsiniz Twix neçə dəfə dadlıdır? Peçenya dadlıdır 1, karamel dadlıdır 2, şokolad dadlıdır 3. 3 vur 2, 6. Twix 6 dəfə dadlıdır. Bir əsrdən artıq iqlim avadanlıqların lideri. Hər bir şəraitə uyğun Carrier kondisioner sistemləri artıq Azərbaycanda. Carrier'in Azərbaycanda rəsmi distribütoru Optimal Electronics. Carrier, peşəkarların seçimi. Pulunuzu soyuducunun enerji sərfiyyatına yox, içinin doldurulmasına sərf edin. Çünki boş soyuducuları adi soyuduculardan 45%-ə qədər enerjiyə qənaət edir və Hydrofresh texnologiyası meyvə və tərəvəzləri 2 qat təravətli saxlayır. Bu keyfiyyətlərə malik boş soyuducularını ayda cəmi 49 manat ödəməklə əldə edə bilərsiniz. Telefon 433-8133. İndi boş soyuducu alana boş profesional mətbəx kombayını hədiyyə. Siz də tikiş keyfinizi modaya döndərin. Köhnə tikiş maşını gətir, əvəzinə yeni dünya şöhrətli Singer tikiş maşınına 15% endirimlə sahib ol. Bir
kitabınızı gördüm, burada diqqətimi çəkdir Ramiz müəllim. Nədir kitabın adı? Bir görüş nəğməsi, eləmi? Bəli. Kitabda da çox maraqlı şeirləriniz var. Elə gəlmişkən söyləyim sizə bir sual verim, görün bu görüş nəğməsi davam edirmi hələ? Nəğmələr davam edirmi? Nərgiz xanım, biz uşaq olanda orta məktəb illərində Mənim arzum adında inşa yazırdıq və orada göstərir ki, arzu arzudan doğur, istəkdən doğur. Yəni arzular tükənmir. Arzular tükənmədiyi kimi, arzular davam etdiyi kimi və elə gəlir ki, görüşlər də tükənmir. Görüş arzusu da, görüş istəyi də tükənmir. Bu bir görüş nəğməsi deyəndə bəlkə həmən görüş, növbəti görüşlər üçün zəmin hazırlayır. Bax, bu nöqteyi nəzərdən. Mən çox rica edəcəm ki, bax, bu kitabınızda çox yadımda qalan bir şeir oldu. Yağış olaydım şeirin adı. Əgər, bilməm, bu kitabdan idi mi, yoxsa hansı səhv etməzsə bu kitabda yer alır. Mən onu oxuyaram, mütləq oxuyaram. Çox rica edərəm sizdən ki, o şeiri, bax, bu məqamda oxuyasınız. Əgər imkan varsa, təbii ki, mümkündürsə. Yağış olaydım, onda baxın, mən üzr istəyirəm. O vaxta qədərən yağış olaydım. Yığaydım tellərinə, muncuk düzüləydim, sonra süzüləydim, hopaydım tellərinin ətrinə. Dəli muradım, yağış olaydım, yağaydım üzündən, gözündən, süzləydim yanağından, asılaydım dodağından, dodaqlarının yanğısından qovrulaydım, yanaydım, naşam çəkilməyəydi adım. Yağış olaydım, yağaydım, süzləydim sinən arası, görünəydim dilim, baş qoyaydım sinən ardarda, bir qismət gün görəydi, mən eşqi yetim. Yağış olaydım, yağaydım təpəndən dırnağınacan, süzləydim, axaydım, ayağın altda torpağınacan, sonra sən baxaydın, torpaqdan güc alıb gücərməyimə, gücərəydim, qaynayaydım, qarışaydım, sənin taleyinə, ilmə, yağış olaydım, yağaydım taleyinə, hopaydım iliyinə, onsuz da yağış yağır sevənlərin qismətinə, sənin qismətin nə, mənim qismətim nə? Elə az öncə bax biz danışırdıq bu haqda ki, o şeirdə necə təsvir olmalıdır. Əslində elə bəlkə də əsl şeir budur. Təşəkkür edirəm. Mənim çox sevdiyim şeylərdən biridir. Sizin poeziyanızdan. Bəzi mənim söylürsünüz ki, yer üzündə hələ də insanlar nədənsə xoşbəxt deyirlər. Bəndələr nədənsə xoşbəxt deyirlər. Nədir bizim xoşbəxt olmamamızın səbəbi? Bəzən bəlkə deyirlər ki, bir çox müəlliflər ki, yəni insan həyata gəlibsə artıq o xoşbəxtdir. Ümumiyyətlə, həyatdakı xoşbəxtliyin bir ucu taleyə bağlıdırsa, yəqin ki, o bir ucu gedib insanın özünə bağlı olur. Yəni insanın adı çox şey asılıdır xoşbəxt olmaq. Neyse, bax, bu suala cavab vermək üçün biz saatlarla danışıq. Amma qısaca olaraq mən o mahiyyətə getmək istəyirəm. Bu zamana bağlı olan bir şeydir. Bir var insan zamanı, bir var daş zamanı, bir var tutaq ki, çiçək zamanı, bir var tanrı zamanı. Yəni biz böyük bir zamanın içərisində ayrı insana verilmiş ömür yox, ümumiyyətlə bəşəriyyətə verilmiş bir ömür çərçivəsində yaşayırıq. Və bunun belə deyək ki, dini izahında belə deyirlər ki, yer üzündə şeytanla bəndə üz-üzə dayanıb. Və qiyamətə qədər bunların yer üzündə bir-birindən davası gedir. Yəni şeytanın vəzifəsi bu dünyada ondan ibarət ki, bəndəni yoldan çıxartsın, günaha batmışların siyasına gətirsin və yaratdığına desin ki, bu da sənin yaratdığın ən kamil varlıq, buyur. O yerdən çıxacaq. Başqa bir tərəfdən biz deyirik ki, alın yazımız var. Qurban olduğum, əgər alın yazısını bizə yazıbsa, onda onun əlində idisi, niyə pis yazırdı? Amma söhbət bundan gedir ki, mənim belə deyək ki, oxuduqlarım, bildiklərim, yəni özümün içərisində keçirilib gəldiyim qənaət bundan ibarət ki, yer üzündə şeytanı rəm etmək, Tanrının yox, bəndənin işidir. Yəni yer üzündə o ədaləti bərpa eləmək, bəndənin özünə tapşırılıb. Və bu da bayaq biz dediyimiz seçilmiş insanların taleyinə yazılmış bir şeydir. Belə deyək ki, məsələn 15-ci əsrdə bir alim gəlir, bir şair gəlir, bu dünyanın bu şəkildə getməsini izah eləyir. Hansısa bir nadan onun dərisini soyur, nə bilim odda yandırır. Aradan keçir tutaq ki, illər 1964-cü ildə bəraət verir ki, o nadanlığın davam edən balaları ki, biz sizi səhv soymuşuq, biz sizi nahaq yerdə yandırmışıq. Yəni bu mənada yer üzü inkişafdadır. Yəni elmi cəhətdən götürsə insanlığın yaşı 40 min ildir. Mən ondan əvvəlki yaşı demirəm. 40 min ildə bəşəriyyət hansı yollardan keçib? Görün biz idarə etmə sisteminə gələndə, görün biz yaşam tərzinə görə 30 min il bundan əvvəl insan əti yeyirdi. 20 min il bundan əvvəl insan deyirdi ki, artıq öz tayfanın ətini yox, başqa tayfanın ətini yeyə bilərəm. 10 min il bundan əvvəl dedilər ki, insan
ancaq Tanrı yolunda kəsilə bilər, qurban verilə bilər. 5 min il bundan sonra insan o qənaətə gəldi ki, insan heç Tanrının yolunda qurban kəsmək olmaz. O İsmail Peyğəmbərin kəsilmə bərabər göydən bizə qoç endirildi və insanın qiyməti qalxdı. Yəni bu mənada idrakın inkişafı gedir. Yəni bu 40 min illik ərzində mən bunu həm elmi, poeziyada bu mənada mən yanaşıram ki, bu yer üzündə olan bu bədbəxtliyin qarşısını alınması Tanrının insanlığa, bəşəriyyətə verdiyi uzun zaman daxilində o iblislə arasında gedən nəticədən asılı olacaq. O nəticə nəyə gətirib çıxaracaq? Yəni bu barədə mənim baxmış sonra bir Tanrı xisleti şeirim var. Yəni uduzub Tanrını qınayan bəndə, zorun yox sən haqqın önündə əyil, özünü itirmə cəllad önündə, tıranlar Tanrının kölgəsi deyil. Yəni başının üstündə ədalət durub, Tanrı günahları, səhvləri sayıb, qaliblər dünyada nə divan qurub, qurulan divanlar divan olmayıb. Haqqın əlindədir mizan tərəzi, istəsə nadanı qandıra bilər. Bəndə naqisliyi iblis qərəzi, o da olsa özünü yandıra bilər. Vaxtında Tanrı bir divan quracaq, haqqı, ədaləti anlatmaq üçün iblis əldə dəlil susduracaq. Bəndə nə eləyəcək bilmirəm o gün. Söhbət o böyük qiyamətə. O böyük qiyamətin bilirsiniz, olub-olmamasının mən o qədər fərqində deyiləm. Amma onun bizə verəcək dərsin fərqindəyəm. Qabaqcadan belə bir şey ki, biz nəyəsə hazırlaşmalıyıq. Bu bizim əməlimizdir. Yəni bizim göydən başımıza daş yağırsa, bu bihudə yerə yağmır. Füzulidə deyir ki, deyir bihudə gəl yağsa, fələkdən başıma daşlar, tişni-i ahimlə binasın viran etdicimdəndir. Yəni mənim əməlimin nəticəsindədir. Bunların hamısını bilə-bilə biz insanlar niyə haqq yoluna qayıda bilmirik? Söhbət bundan gedir ki, insan bizdə belə deyək ki, bunu elmi cəhətdən izə, insanın həm hissi idraki var, həm əqli idraki var. İnsan bu hissi idrakla əqli idrakın arasında çırpınan bir varlıqdır. İnsan yaradılışda mahiyyətində, pislik, yaxşılar onun daxilindədir. Biz, bax, Ayten xanım bayaq oxuyur gözəl sözlərdən. O mənim qəlbimdə istər-istəməz yaxşı şeylər oxuyur, yaxşı şeylər oyadır. Və insan düşdüyü mühit yaxşı olsa, mən hesablayıram, özünün də mahiyyətinə gözəl şeylər olsa, o pis şeylərə getməyəcək. Gəlin beləcə, insanın pis yola getməsinin kökündə nə durur? Yəni bunu artıq mən demirəm, böyük bir cəmiyyət durur, siyasət durur, başqa şeylər durur. İndi bu səhər bu auditoriyanın mövzusu deyil, tamamilə başqa bir mövzudur. Amma bununla belə Roosevelt'in o 4 təməl prinsipi var ki, insanlığı 4 qorxudan biz xilas eləməliyik. Ac qalmaq qorxusundan, fikrini azad ifadə eləməyin qarşısını alınmaq qorxusundan və 2 dənə başqa şeylər. Biz o şeyləri eləyə bilsək, özdə eləyirik yavaş-yavaş. Görürsünüz, əvvəl bir fikirli sistemdə yaşayırdıq, indi çox fikirli sistemdə yaşayırıq və yavaş-yavaş insanlıq inkişafa doğru gedir. O yaxşı nə varsa biz ona doğru götürür və ona doğru gedirik. İndi bəzən deyirlər ki, biz inkişaf elədikcə, yəni sivilizasiya qalxdıqca mədəniyyətdən geri qalır. Amma belə deyil. Mədəniyyət yoxsa mənəviyyat bir qədər arxa plana keçir? Əslində mənəviyyat da mədəniyyətin içərisində. Mədəniyyət daha geniş anlamdır. Yəni belə deyək ki, bunun hamısı mədəniyyətin içərisindədir. Çox böyük bir zadı. Əxlaq da ora gedir. Hər şey bunu mən mədəniyyət sferasına daxil edirəm. Bunu belə deyək ki, bəşəriyyətin 8 sivilizasiya deyilən bir məsələ var. Bu Spengler var. Avropa alimlərindən biridir. Bəşəriyyətin o 8 sivilizasiyanın yaşanması dadındadır. O türk sivilizasiyası nədən sonra daxil eləmir? Bu da görünür ki, bizim o böyüklüyümüzü dərk eləyə bilməməkdən irəli gələn onun naqisliyidir. Amma bununla belə böyük əsərdir. Avropanın qrubu əsərində o bu şeyləri çox gözəl şəkildə izah eləyir. Və bu sivilizasiya var, toqquşma gedir bu dəqiqə. Və biz görürsünüz, ayrı-ayrı fikir sisteminə, zehniyyətə malik olan insanların bircə yaşayış prinsiplərini işləyib hazırlayırıq. Yəni bəşəriyyət bu dəqiqə nəyə görə? Qloballaşma nədir? Qloballaşma müsəlman zehniyyətinə malik olan, xristianlıq zehniyyətinə malik olan, belə də ki, budist zehniyyətinə malik olan insanlığın bir yerdə vəhdətdə yaşamasının təməl prinsiplərini ortaya qoymaqdan gedir. Bu təməl prinsiplərini də seçilmiş insanlar qoyur. Elə belə insanlar qoya bilməz. Elmi cəhətdən tutaq ki, bizim böyük alimimiz Lütfüzadə əyləşib Amerikada, amma bizdən gedib. 34-cü ildə bilirsiniz ki, Bakıda doğulub, yəni 24-də doğulub. 34-dən bu nə qoydu? Qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoydu. Bu qeyri-səlis məntiq nəzəriyyəsinin prinsipləri poeziyada çoxdan var idi. Mən indi belə deyim ki, məsələn ki, o qeyri-səlis məntiq nəzəriyyəsi olmasaydı, biz bu kompüter sistemini kəşf edə bilməzdik. Çünki adi məntiqlə, elementar mantiqlə dünya ağdan qaradan ibarət prinsipi biz edə bilmirik. Amma burada nədir? Poeziyada nədir? Məsələn, biz nə edirik? Müxtəlif üslublar var. Məsələn, sentimental üslub, eşitmişsiniz. Klassizm üslubu, romantizm üslubu, tənqidi realizm üslubu, sosial nə bilim üslubu, postmodernist nə bilim nə. Bu üslubların hamısı nədir? Bu üslublar həmin qeyri-səlis məntiq din elmi cəhətdə izah elədiklərini poetik cəhətdən dərkini verir. Yəni biz sentimental cəhətdə ilahini, sevdiyimizi və
Bizim təsir o yanda. Bu nədir? Bu həmin məsələlərin poeziyada kəşfidir. Poeziyada kəşf olanların sonradan elmdə təzahürüdür. Çox maraqlıdır ki, siz bunları təhlil edirsiniz. Həm bir şair kimi, həm bir hüquqşünas kimi təhlil edirsiniz bunların hamısını. Maraqlıdır. Bu da var. Yəni ümumiyyətlə ayrı-ayrı sahələrdə necə onları bir yerə nədən gedir? Bax bu elmdə sinergetik effekt deyilən bir effekt var. Bizim çox dəyərli alimlərimizdən biri. Bu gözəl bir misal çəkmişdi. Deyir ki, tutaq ki belədir. Bir xəstə var. O xəstəyə biz dərman veririk. O dərmanın birində 15% onu sağaltmaq imkanı var. O birində 25%, o birində 15%. Bütün bu dərmanları sistem eləyib biz onun damarına yeridirik. 100%lik effekt alınır. Və insanın da əslində geniş düşünməsinin effekti, o sinergetik effekti olur. Əslində 16-cı əsrə qədər bütün elmlər fəlsəfənin tərkibində öyrənilirdi. 16-cı əsrdən sonra bu fəlsəfədən ki ayrılmalar başladı, hər elm öz yoluna getdi. İndi bəşəriyyət görür ki, ayrı-ayrı elmlərlə biz bəşəriyyəti xilas eləyə bilməyəcək. Ona görə müştərək elm sayı, eyni predmetə məsəl üçün biokimyəvi hadisə kimi baxırıq. Məsəl üçün sosial hüquq müstəvidə baxırıq. Bu sahələri başlayırıq birləşdirməyə müxtəlif baxışını. Bu da həmin dediyim o qeyri-səlif məntiqin bizə verdiyi imkanlardan asılıdır. Poeziyanın verdiyi o dediyim o sentimental üslubdan başlayaraq müasir üslublara qədər o üslubların hamısının bizə verdiyi imkanlardır ki, biz seçim qarşısındayıq. Maraqlıdır. Bir çox suallara cavab tapdıq sizin fikirlərinizə. Amma bir-iki bu həyatda cavabsız suallar da var. Suallar çoxdur ümumiyyətlə. Mən bu söhbətə qarışmaq istəyirəm. Buyurun. İcazə versəz mən də qoşulardım. Buyurun. Mübariz müəllimin sözünün qüvvəti biz bu günlərin yaşadığımız bu mühitdə, doğma Azərbaycanımızda baş verən inkişafı görmürüksə səhv edərik. Və onu görməməkdə ən azından günahdır. Diqqət edin, yaxşı gənclik yetişir. İnkişafı, gəncliyin inkişafı, elmin inkişafı, elmiyyət mədəniyyətimizdə baş verən bu yeniliklər, bu inkişaf göz önündədir. Amma bir məsələni vurğulamaq lazımdır ki, mütaliəsiz oxudan kənarda mən inkişaf görmürəm. Bu günlərim internet vasitəsilə, bilgisayarlar vasitəsilə, digər vasitələrlə hansısa elmi öyrənmək olar, irəli getmək olar. Amma daxilən, mənən yetişmək üçün, formalaşmaq üçün mənə elə gəlir ki, onun yolu, daxili saflığın, mənəviyyətin inkişafının yolu mütaliədən keçir. Biz mütaliə eləməliyik. Yəni gənclərdə bu marağı oyatmaq lazımdır. Bu marağı oyatmaq lazımdır. Bunun üçün ictimai televiziyanın gördüyü işləri mən alqışlayıram. Elə bu səhər sovqatının özü səhər-səhər adamlara bəxş elədiyi ovqat mən elə gəlir ki, bu yöndə, bu istiqamətdə aparılan elə təbliğat işidir. Mən arzu edərdim ki, mərkəzdə, paytaxtımızda olduğum kimi bölgələrimizdə kitab mağazaları açılsın, bizim muğamımıza yer verilsin, o televiziyada, bilirsiniz valla, o dirincilərə oynamaqla tıp-tıs, o sintezatorları qoyub kimsə nəsə oxuyur, kimsə nəsə deyir. Mən onların əleyhinə deyiləm. Amma biz gəncliyi hansı istiqamətdə tərbiyə eləsə, hansı istiqamətdə təbliğat aparsa, onun meyvəsini, nəticəsini elə görəsiniz. Aytan xanımın səsinə baxın. Valla, mən elə bilirəm özümü hansısa bir cənnətdə, hansısa bir cənnət məkanda hiss edirəm. Bax, bunu tez-tez verin, dinləyək də. Bacardığımız qədər tez-tez çalışırıq. Bəli. Qoy gəncliyimiz bu səsə meyillənsin, bu səsə doğru inkişaf edərsin. Elə az öncə vurduğunuz o mütaliələrdə də biz bir çox sualların cavabını tapa bilirik. Amma həyatı boyu biz daha çox suallarla qarşılaşırıq, nəinki cavablarla. Yəni bu cavabları biz hamısını tapa bilsək, o zaman həyat da çox asanlaşardı, yaşamaq da çox rahat olardı, elə mi? Elədir. Amma olub ki, həyatınızda mütləq olub bilirəm ki, hansı suallara cavab verə bilməmişsiniz, hətta cavabını bilə-bilə. Cavabını bilə-bilə, hətta cavablandırmadığım məqamlar da olub, Nərgiz xanım. Mən indi bir şeir oxuyacağım, ama bu şeiri oxumamışdan öncə elə o şeirə bir giriş verim. Biz Böyük Nizaminin, Mövlana Füzulinin Leyli və Məcnun'u hamımız sevə-sevə oxumuşuq. Atası Leylini İbn-i Səlam'a ərə verib. Amma Leyli könlünü Məcnun'a verib. Onun kimə verilməsinin dəxli var idi mi? Artıq onun könlü kimdə idi? Məcnundaydı. Onun ürəyində Məcnun var idi. Ona ərə ver ki, get yaşa sev. Orada sevə bilərdi mi? Sevə bilməzdi. Həyatda insan öz nəfər deyərlər, bu qısa əmanət ömründə elə məqamlarla, elə anlarla, elə vəziyyətlərlə qarşılaşır ki, vallahi orada deyirsən ki, susmaq qızıldır. Elə arasında bir lətifə, bir misal kimi deyirlər, igidlik 10'dur, 9'u qaçmaqdır.
Elə məqam var ki, o məqamda hansısa həqiqəti etiraf eləməkdənsə, hansısa yalanı söyləmək daha məqbuldur. Susmaq elə belə daha məqbuldur. Belə anlar olur. Və bu istiqamətdə bir şeir oxumaq istəyirəm. Get, sev ürəkdən. Məni özündən çox əzizləyən qız, həsrətin ucundan sozalmışam mən. Bircə öz könlünü ver mənə yalnız, kimi istəyirsənsə, get sev ürəkdən. İnciyən deyiləm, küsən deyiləm, anam torpaq haqqı, atam göy haqqı. Demə ayrılığa dözən deyiləm, qarışıq salma gəl haqqı, nahaqqı. Məhəbbət ömrümün alça çiçəyi, ağmaya əllərin onun ləkəyi. Mənəm sən çiçəyin öz kəpənəyi, özgə çiçəklərə uça bilmirəm. Varmı mənim kimi başı bəlalı, varlığı məzəldən sənin olalı, sənin tilsimindən qaça bilmirəm. Kimi istəyirsənsə get sev ürəkdən, inciyən deyiləm, sən deyiləm, anam torpaq haqqı, atam göy haqqı. Külək tək hər yana əsən deyiləm, sənə bağlanıbdır könlümün baxdı. Bu yalan dünyamız sevgi möhtacı, neynim ki mən sevgi acıyam acı, bu dəli oğlana bir bax qıyqacı. Daha çəkib rəhmin mərhəmətindən, odlu baxışların hərarətindən, qoy yanım kül olum, göynəyim yenə, göyərim təzədən vurulum sənə. Könlünü mənə ver, adaq çiçəyim, əlavə heç nə istəmirəm mən. Daha bundan sonra mənim göyçəyim, kimi istəyirsən, get sev ürəkdən. İnciyən deyiləm, küsən deyiləm, anam torpaq haqqı, atam göy haqqı. Mən səni vədəsiz üzən deyiləm, küssəydim, taleydən küsərdim axı. Milli sevdiyin insan bu cür rahatdır mı buraxmaq? Əlbəttə, söhbət burada buraxmaqdan getmir. Bayaqları mən qeyd elədim ki, atası Leylini Məcnuna yox, İbn-i Səlamə ərə verdi. Amma Leylinin könlü kimdə idi? Əgər o könlünü mənə veribsə, mən ondan %100% arxayınam. Məndə qısqanclıq yoxdur. O kimsəni sevəmir, o məni sevəcək. Elə mən get, məni sev deyirəm orada. Kimsəni sev deyəndə, o könül verdiyini sevəcək, başqasını sevəmir. Nədir bu dahi Leyli Məcnunun sirri ki, neçə əsrlərdir ki, bu haqda danışılır? Yəni, bitib tükənmək bilmir. Bəlkə qovuşmamaqdadır bunların sirrin Bayis müəllim? Yox, Nəcib xanım, orada bir neçə prinsip var. Birincisi Füzulinin sehridir. Yəni Füzuli dildə elə möcüzələr eləyibdir ki, o sehirdən biz çıxa bilmirik. İkincisi həmin fəlsəfənin sehridir. Həmin fəlsəfə nədir? Yaradılışsız görürsünüz, Leyli Məcnun ümumiyyətlə tərs başa düşürlər. Çox adam iddia eləmir. Orada iki sevgidən söhbət gedir. Leyli məktəbə gedəndə fiziki söhbədən gedirdi. Yəni insanın fiziki cəhətdən qovuşmasından gedirdi. Amma Leyli Məcnuna meşədə rast gəldikdən sonra deyəndə ki, xəyali ilə təsəllidir, könül meyli vəsil etməz. Yəni artıq sən mənim könlümdəsən, sən artıq mənə hopmusan. Mənə hopmuş adama təzdən qovuşmaq mümkün deyil və burada bir məsələ deyir orada. Və Leyli özü bu mərtəbəyə çatdıqdan sonra deyir ki, mən bildim ki, sən Peyğəmbər mərtəbəsindəsən. Biz rahat ölə bilərik. Yəni insan bir bədənə qovuşduqdan sonra onların ölməsi çox rahatdır. Mən bir talih şeirim var, elə yerinə düşdüyünə görə onu deyirəm siz. Dəli həsrətimi biraz gülovla, götürüb qapıva gətirir məni, döy məni, söy məni qapından qovla. Barı, kömək elə, unudum səni. Dərdimin önündə səndən açarsan, könlümün sözünü deyə bilmirəm. Bəlkə də qapını döysəm açarsan, dərd budur, qapını döyə bilmirəm. Eşqin ürəyimə mənsiz yerləşib, ən doğma adamdan doğmasam belə, çoxdan ulduzumuz göydə birləşib, xəbərsiz gəzirik biz yerdə hələ. Sinəmi yandırır bir od, bir ocaq, çatdığım ocaqlar döşümə yatmır, dünyada çox şeyə sahibəm ancaq elə bil ki, nəyimsə çatmır. Sənə vurğunluğum belə sirdirsə, nə üçün faş olur eşqim gözümdə? Əgər ulduzumuz göydə birdirsə, biz niyə ayrıyıq bu yer üzündə? Doğru kəlmə yoxdur bəndə sözündə, hamının dünyada tayı ayrıdır. Kimlər ki birləşib bu yer üzündə, göydə ulduzları ayrı-ayrıdır. Qan rəşli dünyada qandır sözüm də, dərddən oğul doğur qadın ərinə. Elə buna görə bu yer üzündə, axır gecə gündüz qansı yerinə. Qapına gəlməyin bəlkə hədərdir, sən də yarcansan dünyada mən də. Onsuz da qismətim dərddir, kədərdir, xoşbəxt ola bilməz, yarcan məndə. Söhbət nədən gedir? Bayaq dediyim,
Bu dəqiqə elmdə söhbət edir, sübut eləyir ki, artıq sevgidən dünyaya gəlməyən insanlar bəşəriyyətə daha çox bəlalar gətirirlər. O insanlar daha çox cinayətə meyilli olurlar. Sevgidən dünyaya gələn insanlarda o fərqlər yoxdur. Uşaq artıq ana bətninə düşdüyü andan sevgi ilə əhatə olunmalıdır. Sevgisiz böyüyən insan fəlakət mənbəyidir. Sevgi ilə böyüyən insandan o şeyləri biz gözləmirik, elm söhbət eləyir. Və bu mənada bayaq deyildi, məsələn, dərddən oğul doğur qadınlarına. Biz yəni müəyyən səbəblərdən ərə gedən qadın sevmədiyi qadın kişidən uşaq doğub, nə bilim başqa səbəblərdən doğub. O uşaqlar ki, bayaq dediyim o yer üzündə o xoşbəxtliyə mane olan amillər. O sevginin natamam olmasının səbəbidir ki, biz zad gedir. Ona görə böyük filosoflar nə deyir ki, dünyanı nə xilas eləyəcək? Sevgi, böyük sevgi. O sevgi təkcə o qadının kişi olan sevgisi deyil, o sevgi böyük anlamda. Bu yer kürəsinin günəşin ətrafından fırlanması sevgisi, biz buna qravitasiya deyirik. Planetlərin dünyanın fırlanmasıdır. Eləcə də bizim bu aramızda biosfera var, yəni əyləşmişik. O maqnit sayəsində olduğu kimi insanların özünün arasında biosfera. Mən aura var. Aura var. Bu olmazsa, burada bu söhbət alınmaz. Məsələn, o musiqi məni özümlə belə deyək ki, kökləməsə, özümü o istiqamətə olsa, nəsə bir şeydə sapmalara yol və hətta mənim danışdıqlarım onların könlüncə olmasa bu söhbət alınmayacaq. Mənə elə gəlir ki, əsl sevgi budur, mahiyyət budur. Nərgistan, ondan elə geri gəlmişkən, qoy bir 3 bəndlikdə bir şeir oxuyun. Olar, buyurun. Bu sualınızın cavabı olsun. Sənə yetməmiş. Bir dəli sevdaya oldum mübtəla, bitməyən oyundur alınmaz qala. Bu tükənməz cəfa, çəkilməz bəla, kimləri divanə məcnun etməmiş. Mənəm sən qəribin, qərib qonağı, sən edən sitəmi eyləməz yağı. Çəkibsən sinəmə dağ üstdən dağı, çəkdiyin dağların yeri getməmiş. Bu dəli sevdamı vermərəm yelə, gözlərimin qoru dönsə də selə, səndən əl çəkənin dədəsi belə. Yeyinirəm cənnəti, sənə yetməmiş. Ay, təşəkkür. Sevgisiz ürək deyirsiniz, Ramiz müəllim. Ümumiyyətlə, ürək sevgidən tam məhrum ola bilərmi? Əslində, bu ən böyük bədbəxtçilik deyil. Məncə, sevgisiz ürəklə boz bir daşın fərqi yoxdur. Əgər ürəkdə sevgi yoxdursa, əgər o ürəkdə sevgi deyəndə Mübariz müəllimin sözünün sevgi çox böyük anlayışdır. Biz sevgi dedikdə ilahi sevgisi var, atiyaniya sevgi var, övlada sevgi var, vətənə, elə, obiyə, torpağa sevgi var, dosta, yoldaşa, munisə sevgi var, həmsöhbətə sevgi var. Bu çox böyük anlayışdır, mücərrəd anlayışdır. Amma sevgisiz insan, mənə elə gəlir ki, bu cəmiyyətdə yaşaya bilməz. O, hətta məhbəsdə bu günlərim hansısa bir günah üzündən, obyektivmi, subyektivmi bir günah üzündən məhbəsdə olanların da qəlbində sevgi var. Onlar da sevgi ilə yaşayırlar. Azadlıq sevgisi ilə, sənin və mənim asudə gəzdiyimiz və o gəzintinin sevgisi ilə bəlkə də yaşayırlar. Bəlkə də bu vaxt məhdudiyyətindən, vaxt darlığından kənara çıxıb asudə nəfəs almaq arzusu ilə yaşayırlar. Və nə zaman ürək sevgidən məhrum ola bilər? Mən elə ki, sevgi çox insanda yoxdur. Mən bunu tamamilə qənaətinə gəlir. Əgər bütün insanlar sevməyin nə olmasını dərk eləyə bilsəydi, yer üzündə bu qanqadı olmaz idi. Bu sevməyən insanların törətdiyi fəlakətlərdir. Mən baxıram bu yer üzünə. Bu yer üzündə bütün fəlakəti törədən adamların normal bir sevgisi olmayıb. Mən o sevgini minlərlə qadınla yatırlar, birinə könül verib, birindən almayıblar. Padişah deyib, 300 dənə arvadı olub. Gətirir ilə yaşayır məsəl. Bu sevgi deyil axı. Sevgi tamamilə başqa şeydir. Sevgi belə deyil ki, o ilk yaranışda Adəmlə Həvva ki, günaha batıb atılırlar bu dünya, biri Sərəndəb adasında, biri Cəddədə. 200 il bunlar daş şəklində donub qalıblar. 200 il Adəm Tanrıya dua eləyib ki, məni Həvviyə qovuşdur. Söhbət nədən gedir? Tanrıya nə xoş gəlib? Tanrıya cənnəti əlindən çıxara bilən bir kəsi təzədən sevmək missiyası xoş gəlib ki, sənin əlinə cənnəti çıxardan bir qadını təzədən sevə biləsən, budur böyük sevgi. Amma bizim əlimizdən balaca bir 5 manat pulumuzu ələndə arvadın tutaq ki, görürsə o sevginin içərisinə min cür nələr qatır. Böyük sevgi odur. Və hətta böyük bir sevgi deyək. Baxmışsınız məsələn, yenə o dastanlar deyim ki, məsələn, mənim elə bir şeirim var ki, deyim o şeiri burada izlaha gəlmişəm, yerinə gəlmişəm, istəmirəm fikrimi dağıdım ki, gözümü açıb yumdum, səni gördüm yanımda. Xoş gəlmisən baharım, xoş gəlmisən qışına. Məndən gizli yaşayıb sənə sevgim canımda, ömür ötüb sevdası indi vurub başıma. Keçilməz heç nə yoxdur sevənlərin önündə, kimə, nəyə görəsə belə fikir eləmə. Səni eşidir Tanrı, ömrün bu xoş günündə, Tanrıdan sevgi istə, başla, heç nə diləmə.
Sevgin səni hifz edər hamının qınağından. Nəyin var sadaqa ver, eşqin başına çevir. Ancaq sevənlər çıxır Tanrının sınağından. Tanrı buna görə də sevənləri çox sevir. Sevib hər dərdə dözən aşiqləri yada sal. Tanrı ancaq onlara təzədən ömür verib. Nərgiz gülü sevirsən, bir özünə nəzər sal. Mən sənə verəcəyəm sənin özünü dərib. Söhbət nədən gedir burada? Söhbət həmin sevgidən gedir. Yəni Yusifi sevirdi Züleyxa. Amma Yusif ona könül vermirdi. Niyə bunları təzədən Tanrı cavanlaşdırdı? Onun ona olan o sevgisinin daxilində məbudunu, Allahını tapdığına görə. Yəni Yusifi sevib Allaha qovuşmasının fövqündə. Sevgi budur. Sevgi kimisə kimə qovuşub, hansısa bir, tutaq ki, dünya nəyisə gətirməkdən ibarət deyil. Və ona qovuşub sən mütləq bir həqiqətə çatmaqdır. Böyük bir həqiqətə çatmaqdır. Sən o katarisdən keçib səni təmizləməkdir. Ona görə deyirlər dünyanın sevgi xilas eləyəcək. Yəni həmin sevgi bizim bu gündəlik gördüyümüz şədə məsəl üçün o telefon yazışmaları, SMS-lər bu sevgi deyil. İndi yəni ki, çox çətindir bu sevgini yaşamaq. Sevgini yaşamaq üçün bilsin böyük insan olmaq lazımdır. Bəs dedim ki, o seçilmişlər nədir? Seçilmişlər həmin o Züleyxa idi ki, ömrü boyu əziyyətlərinə, bütün varından, dövlətindən, malından, mülkündən, hər şeydən keçdi. Sonunda bunlara görə Tanrı onu neylədi? Mükafatlandırdı. Və hətta ki, belə deyək, Kitab-ı Dədə Qorqudda yer var. Görürsən, atası, anası heç kim Dəli Domrullah dadı ömrünü qıymır. Yoldaşı ömrünü qıyır. Tanrı nə elədi? Təzədən onlara 140 yıl ömür verdi. Mən yəni bütün dini kitablarda, oxuduqlarım içərisindən bu şey gəlmir. Ancaq sevən insanlara güzəşt var. Sevgisinə görə güzəşt var. Yəni biz bugün o Leylini belə deyişini dodaq bizdir, gənclərdir. Onun o eşqin mahiyyətini başa düşmədiyindən. Yəni cahildir də. Cahilə biz, hətta mən bir yerdə deyirəm ki, cahilin günahı unudulandır. Əsas məsələ odur ki, cahil olmayan insanlar günaha batsınlar. Bu fəlakət bunda başlayır. Nərgiz mənim. Burada bir məsələni mən qeyd eləmək istəyirəm. Mübariz mənim qeyd elədi ki, Dəli Domrula atası da, anası da can vermədi. Əzrail can istəyəndə. Amma bir məntiq var. Burada bir məntiqlə düşünmək lazımdır. Ata, ana insana, övladı dünyaya gətirəndə bir dəfə can verir. İkinci dəfə can verə bilmir. İkinci dəfə insana can verən onun yarısıdır. Sevgilisidir. Onu istəyəndir. Bu əsərdə Dədə Qorqud dastanlarında bizim ulularımızın təfəkkürünün dərinliyinə və genişliyinə diqqət yetirin. Onu elə belə deməyiblər ki, hər bir ata, ana dünyaya gətirdiyi övladını sevir. Pis sevməyənlər də var. Biz əsl ata-anadan danışırıq, insandan danışırıq. Amma bu ata-ana can verməkdən imtina elədi. Niyə imtina elədi? Onlar canlarını vermişdi də. Artıq onun canı, yəni Dəli Domrulun canını kim qaytara bilərdi əvəzini, onun yarısı, onun sevgilisi. Vaqif Aslanın gözəl bir yozumu var. Bu yar sözünü çox yaxşı təhlil elədi. Yar sözü biri odunu yarmaq, bir odunun iki hissəyə ayırmaq deməkdir, elə deyil. Biz de deyik, onun yarısı, mənim yarım evimdəki qarımdır, elə deyilmi? Və yaxud da kiminsə yarısı onun sevgilisidir. Düzdürmü? Və burada da onun canını bütövləşdirən sevgilisi, o sevgili o canını verə bilərdi. Əsl sevgili odur. Onun dərdini, qəmini, kədərini sevən insandır onun yarısı, parası. Mən də bir şeirimi yazdım, sevmə məni, qara gözlüm. Sevmə məni, qara gözlüm. Sevmə məni, gözüm toxdur, cibim boşdur, param yoxdur. Çəkməyə ki, dərdim çoxdur, dərdlərimi sevənməzsən. Gümanlarla gəzənməzsən, hüsalıma dözənməzsən, həsrətimdə üzənməzsən, bel bükülər, boya qurban. Neçə arzum dəyib daşa, illər ömrü vurar başa, xəyalımla desəm yaşa, torpa qatda yatanmaram. Şəh düzüb tellərinə, ağı qatıb dillərinə, əsa alıb əllərinə, məni gəzər şeirlərim. Neyləyim ki, gözüm toxdur, cibim boşdur, pulum yoxdur, çəkməyə ki, dərdim çoxdur. Sevmə məni, qara gözlüm, dərdlərimi sevənməzsən. Dərdlərimi sevən məni sevə bilər. Bəli, bəli. Təşəkkür edirik. Bir də hal-hazırda bir dövrdə yaşayırıq. Biz de oradan da belə sevgiləri görmək çox çətin bir məsələdir. Əslində bu cür insanlar, siz az öncə dediniz ki, seçilmiş insanlardır. Ən azından bir neçə dəqiqəli bizi bu dünyaya qərq etdiyiniz için sizə təşəkkürümüzü bildiririk qonaqlar və gözəl bir ifa məliqər tamamlayacaq bizi bu fikirlərimizi dinləyək. Ülvi dərin dondurucuları, qızmar yayın şaxtalı qışı, Ülvi buz, bumbuz. Barmen, mənə və bu gözəlçəyə 2 dəniz öpüşü.
Nəsə mənə deyir ki, onun heç bir şansı yoxdur. Hissiyatın? Hava proqnozu. M&M's. İstidə yox, ağızda ərir. Deməli bu isti səndən gəlir. Miss Pantin Azərbaycan gözəllik müsabiqəsinə qatıl. Pantinin Azərbaycanda siması ol və 5000 manatlıq plastik karta sahib ol. Bunun üçün Pantin şampunu ilə bərabər Pantin balzam və ya maskasını alıb, üzərindəki ştrik kodları kəs, iyunun 1-dən iyulun 31-nədək şəkilli anketlə bərabər qeydiyyat məntəqəsinə təhvil ver və ya Facebook səhifəmizdə qeydiyyatdan keç. Pantinin simasını məşhur aktrisa Tuğbanın daxil olduğu münsiflər heyəti seçəcək. Əlavə məlumat qaynar xətt və ya Facebook səhifəmizdə. Pantin saçlar elə sağlamdır ki, parlayır. Avtomatik Airwick Freshmatic spreyi həyatınızda rəngarəng ətirlər qatacaq. Sadəcə lazım intensivliyi seçin və həzz alın. Bütün ətir çalarları Airwick Freshmatic dəyişdirilə bilən hava tərəvətləndiriciləri kolleksiyasında. Airwick'lə həyatına rəng qat. Qızıl, gümüş və bürüncdən daha önəmlisi qırmızıdır. Yaşıl və sarıdır. Mavi, qırmızı və yaşıldır. Çünki Olimpiya oyunlarında vətənə hansı medallarla qayıtdığınız deyil, hansı rəngləri təmsil etdiyiniz daha vacibdir. Və rənglər bu qədər önəmliyken onları Ariel'e etibar edə bilərsiniz. Ariel, Azərbaycanın rənglərinin məğrur qoruyucusu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Johnson's Baby yağı 10 dəfiyədək daha çox nəm saxlayır. Johnson's Baby hər toxunuşda sevgi. Parlaq rəngin gücü əlinizdədir. Yeni Vallaton daimi rəng musu. Cəmi 3 dəfə silkələyin, köpürdün və saçlarınızı boyamaqdan zövq alın. Vallaton daxilə hoparaq rəngi saça bərkidir. Vallaton ən canlı və bərabər paylanan boyası. Parlaq rəngin gücü öz əlinizdədir. Yeni Vallaton daimi rəng musu. Vallaton muz boya damcılamadığı üçün saçlarınızı evdə rahat boyaya bilərsiniz. Əlcələri geyinin, kiçik qabın tərkibini böyük qaba boşaldıb 3 dəfə silkələyin. 3 dəfədən çox silkələmək məsləhət deyil. 30 saniyə gözlədikdən sonra muz əldə etmək üçün flakonu düz saxlayaraq kənarlarından sıxın. Muzu əllərinizlə saçınıza tam şəkildə yayın. Boyanı saçınızda 40 dəqiqə saxladıqdan sonra yuyun. Vallaton saçlarınıza dolğun rəng bəxş edəcək. Qara paltarda dezodorantın ağızı yoxdur, ağ paltarda sarı ləkələr yoxdur, gözə görünməz müdafiə dezodorantı ilə Nivea Fum'dan qara ilə qara qalır, ağ ilə ağ qalır. Sarı və ağ ləkələrdən güvənli müdafiə bir nömrəli gözə görünməz müdafiə dezodorantı ilə Nivea Fum'dan. O sizi başa düşür. Sizin yaxşı tərəflərinizi görür. Ürəyinizdə olan hissləri bölüşür. Yuxuya getməyinizə qədər gözləyir. Samsung Galaxy S3 sənin üçün yaradılıb. Kim deyir ki, yer üzündə cənnət yoxdur? Bounty, cənnət həzzim. Xüsusi günlərdə mən köhnə qoruma vasitələrindən istifadə edirəm. Məncə bu daha təhlükəsizdir. Amma onlar məni yetərincə qorumur. Köhnə vasitələr nəinki sızmalardan qorumur, hətta müxtəlif xəstəliklərə səbəb ola bilər. Gigiyena və müdafiə üçün Always bezlərindən istifadə edin. Çünki Always mayəni dərhal hopdurur və sızmalardan etibarlı müdafiə edir. Always. Ginekologlar tövsiyə edir. Tuf təqdim edir. Yüngül aclığın var. Belki tuf tadasan. Biraz tuzlu, sobada kızartılmış kreker ağzında eriyir. Her zaman, her yerde. Tuk. Tuk. Her zaman dadlı, her zaman yanında.
Aydınlıq ildən təzə nə xəbər? Qabları yuyarkən əllərinizdən narahat olursunuz? Fairy Proderma dəriyə qulluq üzrə mütəxəssislərimizlə birgə hazırlanıb. Qızıl gül ləkələri əllərimiz kimi həssasdır. Sağdakı ləkəyi Fairy Prodermanın içinə, soldakini isə suya salaq. 30 dəqiqədən sonra heç bir fərqi yoxdur. Fairy Proderma nəinki yağın öhdəsindən bacarıqlı gəlir. Üstəlik əllərinizi yumşaq saxlamağa kömək edir. İndi yeni ipək və orxideya ətri ilə.
Bilirəm ömür keçir surəti
Var olun. Var olun. Min yaşayın. Ne güzel ki bu cür istedadlı Araq vardı gençlerimiz. gətirdi bizi. Mən bilmədim. Xeyli fırlandıq. Bəli. Səfərin altında. Gəlimizdə bu dünyanı gəzdik dolaşdıq. Teşekkür bir daha. Sizə də minnətdarımı bildirirəm. Sözün həqiqi mənasında tamamlayırsınız. O qədər ifanı gözəl. Mən heç bilmərəm kim idarə edir, amma görürəm eyni anda baş verir. Harmoniya o qədər dərindir. Nərgiz xanım. Vallahi biz elə bir auraya düşmüşük ki, burada heyran olmamaq mümkün deyil. Bəli. Yaxşı bir söz var. Deyirlər ki, uşaq ana südü ilə böyüyər. Uşağı ana südü ilə böyüdərlər. Mən bir məsələ toxunmaq istəyirəm. Bu günlərim analarımız uşaqlarda süd verməkdən biraz fiqur oralarında qoyub yan keçirlər. Malışla, malyotqa ilə, bebbi ilə, nə ilə bağlılar. Yəni geni dəyişdirilmiş meyvələr bu günlərim necədirsə, mənə elə gəlir ki, ana südündən məhrum olunmuş bebbi ilə, nə bilim, nə ilə, o malyotqa ilə böyüyən uşaqlar da bu geni dəyişdirilmiş meyvələrə bənzəyir. İndi Ayten xanımın bu səsi sanki mənə Alan ailasını xatırlatdı. Mən özümün nətər deyərlər, o ilkinə qayıtdım, getdim. Və qayıtdım, gəldim bir də özümə. Sağ olun, sağ olun Ayten xanım. Nəfəsinizə sağ olun. Bax, bu lazımdır bizim gəncliyimizə. Bu lazımdır bizə. Bunları təbliğ eləmək lazımdır. Doğrudur. Sizə Ana laylasını xatırlatırsa, mənə isə sizin anamın məktubu şeirini xatırlatdı. Olar mı o şiiri oxuyasın? Sonra sizə bir sualım olacaq o şiiri. Əvvəla oxuyun, daha sonra sualım olacaq. Bax işte, oxuyarım o şiiri. Yazırsan ay ana, mənim nər balam, nə oldu dərslərin qurtarmadı mı? Bir kəndə gəl oğul, unutdum tamam, bəs yaxşı gəlməyə yol pulun var mı? Gələndə gündüz gəl, gecəyə qalma, bizim tərəflərə düşüb soyuqlar, odun çırpı fikri qəlbinə salma, səninlə məxsusi məsləhətim var. Özün ki bilirsən, düşmüşəm əldən, suyumu qonşunun qızları verir, düşünüb tapa da bilmirəm bəzən, bu hörmət, yaxşılıq nəyə görədir? Fikrimin sonunda sən dayanırsan, Digəl, bu qızlardan bəyən, sonala, doktorun qızını tanıyırmısan, mən gedib həsini alım mı bala? Gələcək gəlinimə üzük almışam, yığıb pensiyamin qəpiklərini, sədrin qızına mehir salmışam sənin əvəzindən, qınama məni. Bu səni pir olmuş, çıxdı huşumdan, danamız qarıyar, əti yeyilməz, araq da alarıq. Səlim qonşudan, araqsız toylara tərif deyilməz. Gələndə gündüz gəl, gecəyə qalma, bizim tərəflərə düşüb soyuqlar, odun çırpı fikri qəlbinə salma, səninlə məxsusi məsləhətim var. O ananın məsləhətinə uyğun mu qurdunuz həyatınızı, yoxsa təsadüflə, tamam başqa öz fikrinizlə qurdunuz? Nərgiz xanım, təbii ki, mən ata-ana yətər deyərlər, qayğısı ilə əhatə olunmuşam, böyümüşəm. Onların məsləhəti ilə, onların xeyir duası ilə ancaq və ancaq öz istəyimə qovuşmuşam. Aha, nə gözəl. Qızıl bir ortağını tapmışsınız, elə mi? Yəni, qızıl bir ortağı tapmışıq, yəni öz istəyimə qovuşmuşam. Düzdür, onlar mənə çox gözəllər sayıblar, el gözəl də deyiblər, institutu qurtardım, biraz müəllim işlədim, aspiranturada oxudum, təhsilimi davam elətdirdim. Onlar da, yəni bütün ataların, anaların arzusudur ki, evladını xoşbəxt görsün. Və ata-ana oğlu instituta girdi, bir məclisə gedəndə, şüşə ilə gedəndə qarşısından çıxan gözələ baxır. Hansı gözdən baxır? Müştəri gözü ilə baxır. Oğlunun gözü ilə baxır. Oğluna qız axtarır. Elə bu günlərim mən də eləyəm. Oğlumun birisinə deyək ki, qız aldım. İndi bir gözümdə o birisi üçün axtarır ki, hay Allah, bunun da bir tayını tapım. Bu da nətər öz yarısını tapsın. Təbii ki, onların öz arzusu ilə, öz istəkləri ilə. Bir evlilik nəğməsi var, bir subaylıq nəğməsi vardı. Onların arasında yəni ki, fərq bilmirəm nə dərəcədir. Bilmirəm, evlilik nəğməsi yəqin insan özü oxuyur. Yox,
subaylıq nəğməsində oxuyur, evlilik nəğməsini oxutdururlar. Mən belə düşünürəm. Siz necə düşünürsünüz? Razısınız mı? Tamamilə razıyam sizdən. Bəli, subaylıq nəğməsini özün oxuyursan. Bəli. Poyuzda gedəndə oxuyursan, avtobusda gedəndə oxuyursan, şüşədə yeriyəndə oxuyursan. Yəni harda fürsət düşdü, o subaylıq nəğməsini oxuyursan. Özünü qazlanırsan, subaysan, beləsən. Amma evlilik nəğməsini adama oxudurlar. Ailə oxudur, ailənin qayğıları oxudur. Uşağa, övlada, ailəyə olan sevgi, məhəbbət oxudur. Hansı daha gözəldir bəzən? Mənə gəlir ki, ikisi də gözəldir. Yerində gözəldir. Belə bir şey deyək də, bu ana haqqında bir mənim də bir şeirim var, anama yazdığım şeir. Onu deyim, sonra qalxırdalayaq. Buyurun. Haqqında pas atıb xəngərim, ağzında kəsər qalmayıb. Yeyib məni dərdi sərim, balandan əsər qalmayıb. Ağı deyirsən ağrıma, mən çoxdan səndən olanam. Basmısan yenə bağrına, elə bilirsən balanam. Yol yox irəli getməyə, geriyə hardan qaydım? Qoyma əriyib bitməyə, laylay çal, cordan qaydım. Neçə fitnə filə uydum, mənsiz qorudun adımı, özcə yolunda can qoydum, sonda sən aldın qadamı. Xəbərim yoxdur, hardayam, qırıqlar qol qanadımı, yeyib içirəm dardayam, qaytar ağzımın dadını. Ana dedim, laylayım talan olanda, bir alınmaz qalaydım, mən sənin balan olanda. Söhbət Nəcis xanım, nədən gedir? Biz həqiqətən də anamızın balası olanda, ya burada ana biraz simvolikadır. Burada həm mənim fərdi qaydozdan, amma həm də bir vətən var, bu anlayışlı icazdan. Biz onun balası olanda seçimimizdə heç vaxt səhv eləmirik. Biz onun balası olmayanda seçimimizdə səhv edirik. Yəni, dəxli yoxdur, ana seçəcək, özün seçəcəksən. Sənin kodunda o laylanın, o müqəddəsliyin nələri varsa, sən seçimində səhv eləməyəcəksən. İnsan, o belə deyək ki, o südü ilə, bizdə belə deyək ki, gedəndə, at qata gedəndə iki südü xarabıdır. Yəni, o süd normal süddürsə, o seçim normal seçimdirsə, heç bir şey fərq etməz kim seçəcək. Amma mənə elə gəlir ki, seçim insanın özünə, bütün valideynlər istəyir ki, övladı xoşbəxt olsun. Seçimi ata-ana eləyir. Və bütün valideynlər istəyir ki, onun dediyi şəkildə yaşasınlar. Amma belə bir fəlsəfə də var ki, övladlar ata-anasından çox zəmaniyə bənzəyirlər. Yəni, biz bu fəlsəfəni də yaddan çıxartmamalıyıq. Çünki dövr inkişafdadır. Biz nə qədər inkişaf eləsək də, müəyyən yaşdan sonra inkişaf eləyən zamandan geri qalırıq. Ata olaraq, ana olaraq, baba olaraq və o inkişafda gedən zamanın fövqünə gedən insanlar. Sadəcə düzgün təməldə tutmaq lazımdır ki, o zaman onu azdırmasın, fəzada onu azdırmasın. Yəni, bu mənada seçim eləmək lazımdır. Seçimdə düzgün olmaq lazımdır. Doğrudur. Buyurun. Sizdən bahsederim. Siz Şəkidən gəlmişsiniz, yəni Şəkilisiniz ən azından. Və mən elə düşünürəm ki, bizim verilişimizdə Şəkili qonaqlar olsun. Ədalət başa düşdü artıq mən nə demək istəyirəm. Çünki özü də çox yumor hissi güclü olan bir insandır. Və lətifəsiz buradan gedəsiniz. Valla o belə biraz günah olar. Günahdan danışacaq birazdan. Amma bir lətifə olar mı alaq sizdən, hər birinizdən ayrı-ayrılıqda? Bir töhfə olsun bu səhər vaxtı bizi izləyənlər üçün. Bu şəkillər biraz o lətifəsi çox dərin qatda olan lətifədir. Təkcə güldürmək üçün deyil, həm də düşündürmək üçündür. Yəni belə bir fikir deyək ki, iki şəkili Bakıya at satmağa gətirirlər, bir-birindən xəbərsiz dayanıblar. İndi müştəri gəlir, ata baxır, o bir şəkil müştəri ilə danışmır, yanındakı ilə danışır ki, bu atı tərəflə də, görmürsən müştəri gəlib. Deyir, hayır, sən bu atla qovub, iki ceyranı tutanda birini mənə verdin ki, mən sənin atını tərəfləyim. Yəni, artıq tərəfləyim. Aydın oldu, bəli. Yenə də iki şəkili Bakıya gəlir, şəkidə dəniz, su yoxdur, çay yoxdur. Gedirlər dənizə çimməyə, birisi deyir ki, tez yolda nə durmuşsun, soyun. Deyir, axı mən üzə bilmirəm. Birdən gedərəm, bataram. Deyir, qorxu verəmə. Sən ha burada qoyub getməyəcəm. Sən bir söz deyim sizə. Biz nətəridir? Bütün rayonlarımız bizim. Mən yəni biz Azərbaycanı ayırmaq istəmirəm. Amma mən bir şey deyim xüsusi olaraq. Mən həmişə bu şəkillərlə oturub yeyib içmə məclisinə bir sağlıq deyirəm ki, mən bunu qədim şəkillərin sağlığına için. Deyirlər, niyə görə? Deyirəm, mən Bakıya gəlmişdim. Hələ mübariz olaraq tanınana qədər məni şəkili olduğuma görə hörmət eləyidilər. O hörmət indi də var. Bu hörməti o bizim əcdadlarımız qazanıblar. Yəni bu Azərbaycanda olan sevilməsi o kişilər qazanıb. Bizim borcumuz odur ki, yəni şəkili olaraq şəkinin o hörmətini saxlayaq. Azərbaycanlı olaraq Azərbaycanlı hörmətini. Yəni hardan kənara çıxırıqsa,
o böyük hörməti ki qazanıb bizim babalarımız onu qoruyub saxlamaq. Onun üstünə gətirmək lazımdır. Bəli. Danışığımızda, oturuşumuzda, yazımızda, pozumuzda. Yəni o sahəni bilmirsə o sahədən yazmayaq gərək. Ən azı Əli Kərimin bir şeyi var ki, deyir, çox yazdım, pozdum gecə, üstündən xətt çəkəndə yazdıqlarımın. Heç olmasa deyərlər ki, oxucuya bir hörmət sətri qaldı. Yəni pis yazırsansa, pis oxuyursansa oxuma, pis yazırsansa yazma. Heç olmasa hörmətin bunun olsun. Bəli. Yəni bəzən insan bilmir də ki, bu kiminsə zəhləsini tökür. Bu kiminsə başını ağrıdır. O yalancı şeylər, boğazdan yuxarı deyilən şeylər insana ləzzət vermir. Ya təbii xalqın gözü tərəzidir və bu tərəzidən başqa içdən gəlməlidir. İçdən gəlməyən heç nə öz yerini tapmayacaq. Solub gedəcək. Mən şairlər belə deyək ki, istəmir adam bu dadı getirək, gözəl ovqata köhlənmişik. Yəni bizim izləyirlər, gözəlmiş o şeylərə qayıtmaqdan yaxşı avrad elə yaxşı işlərdən gedir. Bəli. Bir günahdan az öncə belə Aytən xanımın ifa etdiyi mahnıda da o sözlər var idi. Nədir ən böyük günah üçün? Çünki yazırsınız ki, elə günahlar var ki, o bağışlanır, elə günahlar var ki, o heç zaman unudulmur. Unudulur zalimların günahı, canımızda ağrısı çox duyulmur. Sənin kimi azmanların günahı göz yaşıyla yumur. Böyük bir təsəvvür sistemidir. Mən bizim ədəbiyyatımızda çox gözəl bir yazıcı şair olub, yazmayıb gedib. İlahi onu böyük işlər yazmaq üçün bu dünya göndərmişdir. O yazmadı, çıxdı getdi. Və belə deyək ki, biz böyük millət olaraq bu dünyanı idarə edilmək üçün xəlq edilmişdik. Türklər dünyanı idarə edirdilər. Sonra o idarə etməyin o böyüklüyünü itirdilər, əlindən alındı. Böyük günah budur mənim üçün. Bu mənada bir fərd olaraq, yazıcı olaraq sənə verilmiş o kodu axıra qədər həyata keçirməmisənsə, böyük günahdır. Bir millət olaraq bu dünyanı idarə edilməyin sənə ərmağan eləmişdirsə, o sənə ərmağan edilmiş o böyüklüyü xırda-xırda padşahlara bölünüb, bir-birini qırmaqla, nə bilim, nələrlə ərdə vermişsənsə, budur böyük günah, budur böyük suç. Bu suç millət olaraq bağışlana bilməz. Bu suç ədəbiyyat adamı olaraq bağışlana bilməz. Yəni bizə o verilmiş o kodun daxilində gedən. Ona görə orada əvvəlində mən deyirəm ki, həmin insana müraciət edirəm ki, haldan hala düşən havalım, kör dumanı çəni yara bilmirəm. Mən daxı sənə görə azalım, haqq söyləyib, haqqa vara bilmirəm. Ürəyində xançal kimi bir sətir, fitnə fili dağıtmadın vaxtında. Heç olmasa ötəri bir göz yetir, kim oturub, bax gör sənin taxtında. Kamalından görünür də azalım, Tanrı səni hamıdan çox sevirdi. Viran olub o şahzadə camalın, Tanrı niyə üzündən üz çevirdi? Dərd üstümə aya qalıb am etdi, bəlaların balaları tüklənib. Sənin üçün yerdə qalıb am etdi, qoca dünya bu dərdlə də yüklənib. Bu şeir uzundur, yanamsız demək vaxt almaz, amma son qadına gəlirəm ki, deyirəm ki, unudulur cahillərin günahı, canımızda ağrısı çox duyulmur. Sənin kimi azmanların günahı göz yaşıyla yulmur ki, yulmur. Yəni o böyük günah. Bu böyük günahı mən özüm də eləmişəm. Mənim bir belə bir şey deyək ki, belə ki, yazmışam ki, günah sahibi. Mən özümə yazıram ki, məsəl ki, məni də zalım fələk endirdi zildən bəmə. Ümidimin rəngi var xəzəl olan yarpaqda. Ölümdən betər imiş şair olmaq sən demə. Özdə bu müqəddəs bu xaraba torpaqda. Özümə gör qazıram iynə ilə burada mən. Ruhum tab gətirərmi bədənimdə bu dərdə? Kimlərin ucbatından çəkilmisən qeybəsən? Tanrım, nələr çəkirəm, xəbərin varmı yerdə? Yer ilə yeksan olub yolun bu məmləkətdə, kömürdən qara bəxtin fil qulağında yatıb, elə hala düşübdür halım bu məmləkətdə, dua edə bilmirəm. Tanrım, sənə vaxt tapıb. Yazmışdım bu dəftərə, adımı itilində, mən niyə gətirmişəm göydə səni zinhara? Məni heç kim anlamır burada adam dilində, qayda bilmir ruhum, yanına üzü qara. Nəzərin altındadır göydə fırlanan zərdə, kim çəkmir cəzasını işinə görə yerdə, sən kərəm sahibisən, məni də naxaq yerə dükar eyləməmisən belə əzaba dərdə. Mən hifz edə bilsəydim o ilahi sözünü, bu ahım, bu fəryadım yerdə getməzdi hədər. Səni görə bilmirəm, aç tutulan gözümü, cəzamı ağır eylə, huşum kəsənə qədər. Mən bir suçlu bəndəyəm, sənə çatmırsa əlim, Tanrım qəlbimi qoyub, ayrı yeri xışlama, sözünü təhrif edib, mənim sümüksüz dilim, bu bağırqan şairi sözünə bağışlama. Mən onun mənə verdiyi istedada layiq söz deyə bilməməyimdəndir bəlkə də. Dünyada baş verində. Bu səbəbdən də həmçin deyirsiniz ki, mən dərdin şairiyəm. Həmin dərddir ki, onun mənə verdiyi o böyüklüyü ki, mən istəyirəm, onu sözümdə çatdıra bilmirəm. Onu əməlimdə ortaya qoya bilmirəm. Mən onun hər dəqiqə, belə deyək ki, o ağrını, acını istəyirəm. Özdə bu günaha aid məndə çoxlu şeirlər var. Nərgiz xanım, mənim aləmimdə isə günah nədir sualı mən belə cavab verərəm. Günah nədir? Mənim aləmimdə günah
bacarmadığın işin qulpundan yapışmaqdır. Yəni mən bu daşı qaldıra bilmərəmsə, niyə ona gəzsiyorsun? O günahdır. Mənim aləmimdə günah məsum bir körpənin o göz yaşlarına qıymaqdır. Mənim aləmimdə günah günahsız bir sevgini gözü yolda qoymaqdır. Mənim aləmimdə günah nətər deyərlər, bir qəlbi qırmaqdır. Kiminsə dərdini dinləməmə, onun dərdinə şərik olmamaqdır. Bu günahdır. Dərdimiz də var. Elə rastda bir söz var. Deyir ki, maşallah, cırmağa bezimiz də var, sındırmağa qozumuz da var. Bu günlərin bir reallıq ki, dərdimiz də var, çeşməyə ürəyimiz də var. Mən belə bir şeir demək istəyirəm. Lalə şeirini. Qərib-qərib gülən lalə, nədən belə allanmısan? Yoxsa sən də mənim kimi şirin dilə aldanmısan? Sevdim səni, sevdim lalə. Gözüm kimi bağrın qara, bəxtin hara, bağrın hara. Səni üzsə bəxti qara, ləşək-ləşək ağlayarsan. Sevdim səni, sevdim lalə. Buludumsan yağ üstündən, arzum qəlbi dağ üstündən. Qorxuram ki, dağlayasan, sinəmisən dağ üstündən. Lalə, səni dərənmərəm. Lalə, səni dərənmərəm. Təşəkkür. Bir vasitələ keçib almaq istəyirik ifaya bu şeirdən sonra.
Teşekkür. Bax, bugünümüz də bu cür yadda qalan başladı. Həm sizin sayənizdə, həm bizim musiqiçilərimiz sayəsində. Həm sizin sayənizdə. Əsas sizin zəhmətinizdir. Sağ olun, minnətdarım. Ayten xanımın gözəl səsi, musiqiçilərimizin gözəl ifası, hamısına dərin təşəkkür edirik. Tamamlayaq mı bugünkü verişimizi ilə sizin şeirləriniz? Ardınca təbii ki, ifa olacaq. Mən üzr istəyirəm. Mən bu günlərimdə müəllim işləyirəm, ixtisasca da müəlliməm. Uşaq şeiri deməsəm, sentyabr ayının 15-də məktəbə qayıda bilmərəm. Yaxşı, olsun. Bir uşaq şeir deyib, sonra başqa bir ayrılıq şeirindən deyəcəyim. Ayak səsləri. Bağçadan evə gələndə tapdıq. Ayak səsləri edirdi tap, tık. Evə çatanda sevindi tapdıq. Ayak səsləri söylədi çap, tık. Körpə balalarımız üçün yazılmış bir şeir idi. İndi isə bir ayrılıq şeiri ilə... Ayrılırıq onsuz. Onsuz da ayrılırıq. Bu dəbdə ayrılıq şeiri demək istəyirdim. Mən elə bilirdim, sevmək asanmış. Hicran ürəklərə sinib susanmış. İndi həsrətindən qəlbim usanmış, üzümdə gözümdə dinir ayrılıq. Gör neçə həftədir, gör neçə aydır, İçimi göynədən haydı, haraydı. Mən vüsal istədim, fələk nə saydı, qanımı canımı sinir ayrılıq. Zildən dəmə düşüb eşqimin simi, mən kimə üz tutum, səsləyim kimi, əlinlə verdiyin ağ çiçək kimi, pərişan saçıma enir ayrılıq. Ne güzel, teşekkür ederim. Ayrılık güclü sevgileri daha da güçləndirir. Bəli. Bir şey də mən deyim onda. Gəmim qalıb tərsanədə, dənizim göldən dayazdır, sənə çatmayan namədə, qaram ağımdan bəyazdır. Ömür eşqə qurban gedib, sonda qoyduğun şərt nədir? Gizli dünyalar bəxş edib aşkar verdiyin dərd nədir? Qazanda yalan qaynadı, süfrədə düzə yeri yoxdur. Bu dünya yalan dünyadır, qoynunda bizə yeri yoxdur. Tanrı şirin yuxu yatır, lənət şeytana min kərə. Nə səsim, nə ünüm çatır sən gözümdən düşən yerə. Yalanmış çəkilən dərslər, cahil nadanı danlamaz. Eşqə tənə vuran kəslər, ürəkdən bir söz anlamaz. Önümdə yollar təs durub, adlayıb gedə bilmirəm. Əcdadım mənə tor qurub səni hiss edə bilmirəm. Xəbərsiz bacım, qardaşım, eşqin qəlbimdə qalandır. Ömrümü gizli yaşadım, aşkar nə varsa yalandır. Ay teşekkür ederim. Mübariz mənim təbirimcə desədir, göy üzündə Tanrı birdir, yer üzündə hərənin Tanrısı var və əslində şeir Tanrının şairləri olan pıçıltısıdır. Onu da deyirlər ki, şairlər çox zaman özlərinə yazırlar və belə nəticəyə gələ bilərik ki, biz hər bir şairin daxilində öz Tanrısı var və ona nələrsə pıçıldayır. Arzumuz budur ki, bu pıçıltılar daim olsun sizə və siz də o pıçıltıları bizə ötürə biləsiniz. Teşekkür edirik. Hər ikinizə minnətdarıq. Bugünkü günü bizimlə paylaşdınız. Biz də təşəkkür edirik. Bütün ictimai kanalın rəhbərliyinə, onun əməkdaşlarına, bu verilişin əmələrsiyə gəlməsində əməyi olanların hər birisinə təşəkkür edirik. Sağ olun, var olun. Ayten xanıma, gözəl xanəndəmiz, gözəl musiqiçilərimizə minnətdarlıq edirik. Onlar bu səhər çağında həm özlərinin, həm də bizim, həm də xalqımızın ovqatını öz sovqatları ilə xoşallayırlar, sevindirdilər, bizə gümrah həyat bəxş edərlər, onları yaşatdılar. Təşəkkür edirik, sağ olun. Minnətdarıq. Mən belə deyək ki, bizi indi həm də yüzlərlə tamaşaçı dinləyir. Onlara hardasa bir balaca könüllərini xoş elə bildiksə və bu xoş eləməyə bizə bu imkan yaradılıbsa, bunu yaradan insanların hər birinə də mən ad keçmədən deyirəm ki, minnətdarlığımızı bildiririk. O insanlar olmasaydı biz bura çıxa bilməzdik. Bu stüdiyo olmasa biz buradan sözümüzü deyə bilməzdik. Bu harmoniya alına bilməzdik. Əsas məsələ o bizi dinləyən insanların könlünü nə dərəcədə xoş eləmişiksə, Allah bizə yardımcı olsun, Allah onlara amin inşallah. Mən belə hiss edirəm ki, sizli doya bilməmişik biz bu ifalardan və son olaraq daha bir ifa dinləyəcəyik və sağollaşırıq sizinlə. Gəlin görüşmək ümidilə. Sağ olun.